bugün sizə əsl Minecraft tanıdacağım. Əsl Minecraft nətər bir şeydir. Bu arada sonraki shorts videomda baxa bilərsiniz. Hardan girirəm, nətər yükləyirəm. Mən telefonda bilirəm, yəni planşetdə, kompüterdə istəyirsəniz onu da yoxlayaram hardan mümkündür. Sizə göstərim də təxminən nətər bir şeydir. Bu arada şimdi yeniler yeniden gəlirəm. Yeniler aktif. Sonra ne? Ha, düzdür ya. Şey oluştur. Baxın, bu hissəsi biraz uzundur şey demək. Burasını keçirəm və o yeri uzun şey deyirdi. Başlaydı, ona görə mən şey dedim. Baxın, bu Minecraft envanterində nələr var, onu göstərəcəm. Birinci ilk başdan başlayaq. Baxın, özüm mən kameranı bağlayım. So, baxın. Belədir. Normal yumurta var. Kahverengi yumurtadan qəhvəyi rəngdə şey çıxır, toyuq çıxır. Bundan da hinduşka çıxır. Bu nədir? Tomurcuqla ametist. O dəymirik. Bu kalsit. Bu arada yumurtalarda Craftsman'daki kimi deyil. Görürsünüz hamısını. Bu nədir? Bakır demir golem var. Ne geçen. Ne şeysin sen? Ay bala kasma. Sen ne var ya? Bu arada mobların içindən bana nətər tasarlanıb görmək olur moblar. Minecraft'da elə bir bug var. Deyir ki, bug olsa da şeyin altını demirəm, hansı şeydir, onu demirəm, oradan girib şikayət edə bilərsiniz. Bu arada bu kuru hortlar var, hortlak var. Bu qurbağa yumurtası işə yaramır. Bunu yoxlayarıq. Bunu da mən yoxlamışam, elə qəşəngdir. Oyun biraz kasır, amma olsun. Bunu bir müddət sonra bəlkə də gələn videoda şey deyərik. Craftsman'dan fərqli olan şeylərini göstərəm. Bir də bu reçini yumursu var. Bu arada görürsünüz, boyalar da fərqlidir. Craftsman'da köhnə sürümdür bunlar hamısı. Böyle sponsorlar da var. Bu qızırcı kalbidir. Daş növlərində fərq yoxdur. İndi başqa bir də bu var. Fərqli. Bu nədir? Bunu bilmirəm nədir. Buradan da baxın. Bunun ametistisi var. Craftsman'da ametist var idi, yox idi. Son mənim yadıma gəlmir. Bu arada ateş böcəyi, çalığı var. O bəzək üçün yaxşıdır. İçindən ateş böcəyi çıxmır. Amma yenə bəzək üçün yaxşıdır. İndi bu bölmə keçək. Burada şübhəli çakıl var. Şübhəli kum var. Bu nətər işlədəcəyik deyirsinizsə, yəni buradan gəlirsiniz, fırça alırsınız. Şübhəli çakılı qoydunuz. Bunu fırçalamaq olur. İndi şübhəli kum da şey deyək. Bu arada bunlar normal qum çakıla çevrilirlər. Craftsman'da bu mənim yadımdan çıxır. Craftsman'da tam yadımda deyil. Bu var idim, yox idim. Bu mənim yadımdan çıxıb. Gəlin videoda baxarıq. Bakır. Golemlər var. Bu bayaq o çağırdığım. Bu arada rəf var. Belə bu formada.
üstüdür, amma olsun da. Bu arada bakır meşale var. Pis aydınlatmır, yəni. Bu arada bakırın hər şeyini eləyiblər. Yataqlarda yox, fərq yoxdur. Bu büyü masası. Başqa nə var? Başqa, hə, resini tuğla. Maşallah resinidən, bakırdan hər şeyini eləyiblər, resininin, bakırın. Bir də belə var, ejderha nəfəsi. Bir də flama desenləri var. Flamalarda yox. Oo, fərq var flamada. Uğursuz flamadır bunun adı. Bu arada belə açarlar var. Bu da ancaq içinə bir şey doldurmaq olur. Bunları mən bilmirəm harda işlətmək lazımdır. Bunu harasa qoydular. Bu da oyuncular zırh bəzəyirlər bundan. Yox. Havayı fişəngin növləri də var imiş. Bu arada mən bunların bilmirəm nə işə. Yuh. Zəncirin bakır versiyasını da eləyiblər. Ustadır bu da. Ryan, hə yox, şükür Ryan bakırını eləməyiblər. Eləsəydilər. Bu orada rüzgar çubuğu var. Ağır çekirdək var. Bunlar biraz fərqlidir. Bu arada armadillo, sırt pulu, farmon zırhı, bir də qurbağa qabığı nə idi o var. Görüm kafalardan. Oo. Bu dəyişib Craftsman-dən. Sonra bu dəyişib Craftsman-dən. Başqa heç nə yoxdur. Bu nədir? Bakır parçası. Bakırın parçası da var. Hə, bakır şey eləmək üçün də. Bir də bu o qurumuş qastın üstünə ancaq bir dəfə işlətmək olur. Heyif. Kəsələr var, sonra paketlər var. At bakır at zırhı. Bu arada kurt zırhı da var. İtin üstün yaxşıdır. Uğursuz şeyləri. Bu 100 dəqiqəlik verir. Bunu heç vaxt işlətmərəm. Bu arada belə iksirlər var. İkisi boynuzu. Bunun da növləri varmış. Rüzgar saldırısı. Buna baxaq. Bu arada sınırlıdır. İşarət dostu. Rəsmini açsam, bu arada canlıya zərər vermək olur. Bilməyənlər üçün deyirəm təbii ki. Məsələn, bu toyuğa zərər... Yəni... O dərəcədə gücsüzdür bu. Oyundakı ən zəif əşya deyə bilərdim buna. Hal-hazırda. Amma bəlkə bundan da zəifləri var. Məsələn, çubuq. Bir də öz əlimiz. Bir də güz var, əlavə. Bax, buradan başqa heç nə qalmadı da. Bir də bu var idi, bu bilmirəm mən. İndi buradan baxın. Reçine. Ha, bu arada buradan baxın, bakırlar da olub. Baxın, bakır. Bir də mızraq göstərmədim. Mızraqın da bakırını eləyiblər. Kaskın da bakırın. Hər şeyin bakırını eləyiblər. Çapanın belə, kürəyin belə, qazmanın belə, baltanın belə bakırını eləyiblər, yəni qılıncın da. Mənim bəxt şansıma hər yerdə bakır çıxır, ona görə Craftsman-ə əlavə eləsəydilər, mənim şansım çox keçən gətirərdi. Bakırların bu arada belə fərqli versiyalarını da eləyiblər.
Bakırın yarım basamağını, Resinin yarım basamağını eləyiblər. Başqa heç nə dəyişməyib. Qumlardan yox, bunlar dəyişməyib. Day bunlardan heç nə dəyişməyib. Nəsə dəyişib kimi gəlir. Nəsə azalıb kimi gəlir mənə nəsə. Craftsman-də baxın, bu buradaydı. Bu elə yerində idi. Bu basamaqlar. Ay o buradaydı yarım basamaqlar. Nəsə əksildiblər. Kum daşı bəzi şeyləri qabağa atıblar. Bu beton qum tozu falan ən aşağıdaydı. Bu nədir bu arada? Mıqnatıs taşı. Onu mən bilmirəm nədir. İndi ümumi axtarış yerdən. Baxın, kiraz ağacı var. O soluq var. O soluqla həbsxana eləmək olar. Bunun qapıları da varmış. Bu arada onu yaddan çıxartdım deməyi. Oyun arada bir atır. Oyun arada bir atır yani insana şeydən. Oyundan atırlar bəzən. Bu arada onu da demiş oldum. Oyundan atır. İndi ümumilikdən bax. Gəlin buradan ümumi baxaq, harda qalmışdıq. Bakır qapının növləri də ediblər. Nəysə, sağ olun. Bay bay.